Xaqani Şirvani 12-ci əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkirdir. Əsl adı Əfsələddin İbrahim olmuşdur. Şamaxıda, Şirvanda anadan olmuşdur. Xaqani qəsidə, qəzəl və poemalar yazmışdır. Yaradıcılığında elm, ədalət, insan, vətən, həyat və mənəviyyat mövzularına geniş yer vermişdir. Onun ən məşhur əsərlərindən biri Töhvətül İraqeyn poemasıdır. Xaqani Şirvani Azərbaycan klassik poeziyasının inkişafında böyük rol oynamış və sonrakı şairlərə, o cümlədən Nizami Gəncəviyə təsir göstərmişdir. Əsl adı Əfsələddin İbrahim olmuşdur. Şamaxıda, Şirvanda anadan olmuşdur. Şeirlərində dərin fəlsəfi düşüncələr və həyat təcrübəsi xüsusilə diqqəti cəlb edir. Vətən və doğma yurt sevgisi, insan və onun mənəvi dünyası, ədalət və haqsızlıq, elm və biliyin əhəmiyyəti, həyatın faniliyi və ölüm, dostluq, sədaqət və insan münasibətləri, dövrün hökmdarlarına və cəmiyyətdəki ədalətsizliklərə münasibət onun şeir və qəzəllərinin əsas mövzularıdır. Gənclərə nəsihət: fitnə törətmə ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Cana məlhəmsə də vəfa, etibar, fitnəkarlıq edər onu tarimar. Məhşərin sübhüdür lağım atma sən, gizli lağım qazan, qorxar sübhdən. Hiylə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Nifaq xəstəsisən nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Çalış az dostluq et, etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Haqq yolunda çalış, o qədər ki haqq, razı qaldığını biləsən mütləq.